Hər kəs salamlayıram. Dostlar, diqqətlə baxın bu videoya. Bu şəxsdə 136 kilo çəki var. İndi orada yağ faizi görürsüz, yəni gözlə. Yoxdur orada. Şişkinlik var deyə dartınma gedib, yağ yoxdur. Amma ki, indi bunun çəkisi bir 30-40 kilo arıqlasın, başlayacaq sallanma. Yəni burada indi məsələ nədir ki, sən birinci pəhrizə oturanda şişkinliyi aradan götürməlisən. Yəni bəzən kiməsə tətbiq eləyirsən pəhrizi, sərt pəhriz, deyir yox mən doymuram. Sən birinci nə etməlisən? Mədəni yığmalısan, dostum. Sən orucluqda yenə deyirəm, təkrar olmasın. Sən oruc saxlayanda sonra iftarda görürsən nə qədər yemək istəyirsən, amma yeyə bilmirsən. Mədə yığılır. Həmçinin bu da elədir. Sən birinci bu mədəni kiçiltməlisən təbii yolla. Bəziləri deyir mən qorxuram mənə nəsə olar. Yox dostum, sən 5 ildir, 10 ildir o qədər lazımsız qida yemisən, heç qorxmamısan sənin nəsə olar, problem olar qaraciyərində. İndi sən az yeyəndə sən qorxursan. Ümumiyyətlə az yeməklə insana heç vaxt heç nə olmur. Nə edirsənsə çox yeməklə olur. Yəni nəyə gətirmək istəyirəm ki, sən pəhrizə oturan kimi sən birinci yağı fikirləşmə. Sən birinci şişkinliyi. Şişkinliyi götürəndən sonra onda ikinci proses başlayır yağ itkisi vermək. Ona görə bir daha söyləyirəm ki, çalış, sağlamlığını qoru günən. Çünki bir müddətdən sonra yaş getdikcə sənə çox əziyyət verəcək. Halbuki gördüyünüz şəxsin 38 yaşı var. Bir daha söyləyirəm ki, çalışın, özünüzü qoruyun. Hər kəsə uğurlar.